SAT imtahanlarında bu vaxta kimi iştirak etmiş şagirdlərimiz yəqin ki, 7-ci sual tipi ilə tanışdılar. İyun imtahanlarında 2023-də düşüb, ondan sonra da bu sual bir neçə dəfə istifadə olunub. Ümumiyyətlə, linear functions mövzusuna aid ən önəmli sual tiplərindən biridir. Bizə deyir ki, a business consultant charged $408 for the first hour and $204 for each additional hour of work. Deməli, ilk saat üçün $408 ödənilir. Ondan sonra hər saat üçün isə $204 ödənilir. Biz bu prosesi modelləşdirməliyik. Deməli, ilk saat üçün $408 ödənilir. O deməkdir ki, age-in yerinə 1 qoyanda S-miz 408 alınmalıdır. İndi bir cavablarda age-in yerinə 1 qoyacağım. Harda 408 alınsa, o bizim variant olacaq. Bu da aydın məsələdir ki, A bəndində ödənilir. Amma bizim əksər şagirdlərimiz B bəndinin doğru cavab olduğunu düşünürlər. Çünki bizə verilib ki, ilk saat $408-dır. Okay. Ondan sonra hər saat $204-dır. Ona görə də 204-ü haşa multiply eləməklə cavabın B bəndi olduğunu əldə edirik. Amma şagirdlərimiz bir nüansı unudurlar ki, biz ilk saat ödəmişik, $408 ödənilib. Ümumi age saatdır. İlk saat ödəmişiksə age minus 1 saat qalıb və bunu 204-ə multiply eləməliyik. Əgər bunu sadələşdirsək, 408 plus 204 age minus 204, yəni 204 age plus 204 modelini əldə edəcəyik. Ümumiyyətlə götürdükdə isə ən sadə metod odur ki, age-in yerinə 1 qoyuruq, harda 408 cavabını əldə etsək, o bizim doğru variantımız olur.